Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası və Gənc Ailə Forumunun bağlanış mərasimi keçirilib. Tədbir Türk dövlətlərinə məxsus milli atributların yer aldığı sərgiyə baxışla başlayıb. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu görüşlərin həm təcrübə mübadiləsi, həm də əməkdaşlıq baxımından olduqca faydalı olduğunu bildirib. O, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edib, xüsusilə qadınların və ailələrin rifahına verdiyi dəyəri yüksək qiymətləndirib. Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömralıyev güclü sosial siyasətin Türk dünyasının davamlı inkişafı üçün vacib olduğunu bildirib. İkinci toplantımız bu çok önemli. Bunu bizim Cumhurbaşkanlarımız da bizim zirvemizde bunu talimat verdi. Bu bizim kendi Türk dünyamızda bu aile meselesinin içinde kadınlar, çocuklar bu en önemlidir. Türk devletlerinin sosyal sahədə çalışan, ailə məsələlərinə məsul nazirliklərinin bir araya gəlməsi, müzakirə aparılması çox önəmlidir. Bir neçə gün burada çox geniş müzakirələr aparıldı, maraqlı müzakirələr aparıldı və hesab edirəm ki, bu ümumilikdə bu prosesə böyük bir töhfə verən bir məsələ olacaq. Sonda üzv və müşahidəçi dövlətlərə təşəkkür bildirilib, tədbir bədii hissə ilə yekunlaşıb.